İdman edir, düzgün qidalanır, amma yenə də selülitdən qurtula bilmirik. Dərimizin altında yağ lifləri şişib genişləndikcə kollagen lifləri bu təzyiqə dözmür və gərilir. Nəticədə həmin o portaxal qabığı görüntüsü yaranır ki, buna selülit deyirik. Selülitin yaranmasının bir neçə səbəbi olur ki, birincisi zəif qan dövranıdır. Mikrosirkulyasiya yavaşlayanda dəri hüceyrələri lazımi oksigen və qidanı ala bilmir. Bununla da toxuma zəifləyir. 2. Kollagen itkisi. 25 yaşımızdan sonra hər il kollagen dərimizdən yavaş-yavaş azalır. Kollagen azaldıqca dəri elastikliyini itirir və birləşdirici toxuma zəifləyir. Selülit daha görünən hala gəlir. Üçüncüsü hormonal amillər və genetikadır. Bəs bu görüntünü azaltmaq mümkündür? Əlbəttə, bunun üçün qan dövranını, kollageni və elastikliyi hədəf alan bir qulluğa ehtiyacımız var. Gəlin Evroşenin Centella tərkibli təqdim etdiyi selülitə qarşı baxımı ilə tanış olaq. İçindəki təbii bitki ekstraktı kollagen sintezini stimullaşdıraraq dərinin elastikliğini artırır. Tərkibində Centella aktiv komponenti yaşla gələn selülit görüntüsünün qarşısını almaqda əvəzolunmaz vasitədir. Xüsusilə dirsək və diz kimi daha quru və kobud nahiyələrə dərin təsir edərək bu bölgələrin daha hamar və elastik görünüş qazanmasına yardım edir.